Oyuncaq qatar. Dünən Prekosi və Garoni bizdə idi. Mənə elə gəlir ki, bizə 2 cavan şahzadə gəlsəydi, onları bu qədər şadlıqla qarşılamazdım. Garoni birinci dəfə idi bizə gəlirdi. Özünü ürkək aparır və boy buxununa görə hələ də 3-cü sinifdə oxuduğuna utanırdı. Onlar qapının zəngini basan kimi biz bütün ailə birlikdə qapını açdıq. Kroysi gəlməmişdi. 6 ildən sonra nəhayət ki, atası Amerikadan qayıtmışdı. Anam əyilib Prekosini öpdü. Atam Garonini anama belə təqdim elədi. Bu da Garoni. O həm xeyirxah qəlbli oğlan, həm də dürüst və alicənab cavandır. Garoni qısa saçlı, iri başını aşağı saldı və mənə baxıb oğrun-oğrun güldü. Prekosinin təzə aldığı medal yaxasında parıldayırdı. O şad idi, çünki atası işləməyə başlamışdı. 5 gündür ki, dilinə içki dəymir. Boş vaxtlarında oğlunu emalatxanaya çağırır ki, ona yoldaşlıq eləsin. Atası son günlər tamam dəyişilib. Biz oynamağa başladıq. Bütün oyuncaqlarımı çıxardım. Prekosi balaca vaqonlara və qurma paravoza heyran-heyran baxırdı. O heç vaxt bu cür oyuncaqlar görməmişdi. Qırmızı sarı vaqonlardan gözünü çəkə bilmirdi. Mən açarı ona verdim ki, qatarı qurub hərəkət etdirsin. O, dizləri üstə oturub qatarı qurmağa başladı. Mən onu bu qədər sevinən görməmişdim. Əli ilə işarə verirdi ki, kənara çəkilək, qatarı dayandırmayaq. Hər dəfə də xahiş edirəm, üzr istəyirəm, xahiş edirəm, üzr istəyirəm deyirdi. O qatarı götürür, vaqonları yerinə elə ehtiyatla qoyurdu ki, sanki onlar şüşədəndir, düşüb qırılacaq. Qatarı o tərəf bu tərəfə çevirib səssizcə gülümsəyirdi. Biz onu dairəyə alıb nazik boynuna, kiçik qulaqlarına, qolları çirməli gödəkçəsinə, dəfələrlə üzünü zərbələrdən qorumaq üçün havaya qalxan arıq, rəngi qaçmış əllərinə tamaşa edirdik. Məhz o an mən böyük məmnuniyyətlə ona bütün oyuncaqlarımı, bütün kitablarımı, axırıncı tikəmi, əynimdəki gödəkçəni verməyə hazır idim. Heç olmasa qatarı bağışlamaq istədim, amma atamdan icazə almamışdım. Bu vaxt kimsə əlimə kağız qoydu. Başımı aşağı əydim. Gördüm ki, atam bu sözləri yazıb. Prekosinin qatardan çox xoşu gəlir. Onun oyuncağı yoxdur. Ürəyinin səsini dinlə. Sənə nəsə pıçıldamır ki. Bu zaman paravozu və vaqonları götürüb Prekosinin qucağına qoydum. Götür, sənə hədiyyəm olsun. O mənə baxdı. Bir şey başa düşmədi. Al, sənin olsun. Təkrar elədim. Onu sənə hədiyyə edirəm. Daha da təəccüblə valideynlərimə baxıb sual verdi. Axı niyə? Sualına atam cavab verdi. Enrico bu qatarı sənə hədiyyə edir. Çünki o sənin dostundur. Çünki o səni çox istəyir. Medal almağını təbrik etmək istəyir. Onda Prekosi ürkək-ürkək soruşdu. Mən onu evə apara bilərəm? Əlbəttə, hamımız birlikdə cavab verdik. O qapıda dayanmışdı. Getməkdə tərəddüd edirdi. Sevincinin həddi-hüdudu yox idi. Garoni qatarı dəsmalına bükdü. O, əylində cibindəki suxarların xışıltısını eşidirdim. Bu dəfə sən bizə gəl, Prekosi dedi. Emalatxanada atamın işinə baxarıq. Sənə mismar hədiyyə edərəm. Anam Garoninin sinə cibinə balaca bir çiçək buketi qoydu ki, anasını aparsın. Garoni başını qaldırmadan təşəkkür etdi. Sağ olun, gözlərində nəcib və mehriban ruhu ışıldayırdı.